Bayıl qəsəbəsinin sakinləri evlərinin sökülməsindən narazıdır. Onlar deyir ki, Su İdman Sarayının yaxınlığındakı hasarlanmış ərazidə fəaliyyət göstərən Best Construction MTK burada yaşayanların evini başına uçurdur. Sakinlər deyir ki, 10-15 gün olar ki, tikinti başlayıb. Ərazidə yaşayan Fatma Nəbiyevanın sözlərinə görə qonşularını çevik polis alayı ilə qorxudublar. Onlar əvvəl etiraz etsələr də, sonra MTK ilə razılaşmağa məcbur olublar. Traktorla vurdular, qonşunun balasının başına vurdular. Biz də oradaydıq. Başımıza daş tökülürdü. Qaçdıq, özümüzü müdafiə elədik. Bunların polislərindən, zadla mübarizə apardıq. Az qala döyüşdük, əlimi yaralayıblar. Müdürlər əmr verirlər polislərə. Hücum eləyən götürün bunları. Məni götürdülər, zorla apardılar polis bölməsinə. Axı niyə belə zorakılıq var? Fatma Nəbiyeva deyir ki, onun 310 kvadrat sahəli mülkü var. MTK isə ona 180 kvadratlıq təmirsiz mənzil vəd edir. Binanın təhvil verilməsi isə 2 il vaxt alacaq. Xanım isə nə evindən çıxmaq, nə də kirayələrdə qalmaq istəyir. Prezidentin xəbəri yoxdur ki, bu Best Construction MTK-nın üzvləri və bəzi vəzifəli şəxslər nə edirlər? Cəmaatı incidirlər, cəmaatı bezdiriblər. Bezmişik həyatımızdan. Bir gücüm ona çatıb ki, özümü öldürmək dərəcəsinə çatmışam. Əgər mənim evimi, qonşumun evinin gününə salsalar, mən özümü öldürəcəm. Sual verirəm. Deyirəm, axı siz hansı ixtiyarla bizi buradan çıxartmaq istəyirsiniz? Axı mən prezidentə şikayət eləyəcəm. Mən Mehriban xanım kimi bizim müdafiəçimiz var. Mehriban xanıma şikayət eləyəcəm. Onlar deyirlər ki, siz bizə bata bilməzsiniz. Bu MTK-nın arxasında Paşayevlər durur. Sökülən ərazinin sakinləri yavaş-yavaş evlərini tərk eləməyə başlayıblar. Gülnar Sehranova da buradan daşınanlardandır. O, gözü çıxmış qardaşının aqibətini yaşamamaq üçün evini daha tez tərk etdiyini deyir. Bildirir ki, əşyalarını da dəyər dəyməzə satmaq məcburiyyətindədir. Dövlətlə arxamda dursam, mən niyə çıxamam evimdən? Dövlət bilir ki, mən onun evindən çıxmışam. Hansı gündə tikmişəm mən onu? Yemeği gitmeyip tikmişim. O vəziyyətdə. Mən bu dəqiqə ailəm işləmir, yoldaşım işləmir, aradan almışam. İndi çıxıb küçələrdə qalıram mən. Şikayətlə bağlı Best Construction MTK ilə əlaqə saxlasaq da suallarımıza cavab tapa bilmədik.